Salam uşaqlar, 15 fevral 2026-cı ildə 9 və 10-cu siniflər üçün informatika fənnindən keçirilmiş OTK suallarına baxırıq. 61-ci sualda mətn redaktorunda seçilmiş mətni mərkəzə görə düzləndirmək üçün hansı düymə kombinasiyasından istifadə edilir? Mərkəzlə düzləndirmə deyilirsə, burada Ctrl-Y-dən istifadə olunur. Ctrl-L sola düzləndirmədir, Ctrl-J tam düzləndirmədir. Ctrl-R də var, o da sağa düzləndirmədir, o verilmir. Bizə mərkəzə düzləndirmək istədiyinə görə biz buradan götürürsünüz Ctrl-E-ni, yəni Y variantı. 62-ci sualda C14 xanasında olan düsturu bir xana sola. Demək, bir xana sola və 4 xana da yuxarı. 4 xana yuxarı əgər sürüşdürmə aparılarsa, düstur hansı formada olunur? Düsturda bir dənə fikir verin ki, dollar işarələri var. Dollar işarələri olan hissələrə dəyməyin. Bax, bu altına xətt çəkdiyim hissələr, bunlar heç vaxt dəyişə bilməz. Bunlar dəyişə bilməz deyəndə, bax, variantlara da baxanda, bunların dəyişdiyi hissələr ümumiyyətlə yoxdur. Bir də sərbəst xətt 2 var, bu da heç vaxt dəyişməyəcək. Bir xana sola deyəndə, bu zaman sütun başlıqları dəyişəcək, sütun başlıqlarını sola aparacaqsınız. Demək, C sütundan bir xana sola gedəndə biz gedəcəksiniz B-yə. Çünki sütun başlıqları nə formada gedir? A, B, C, D. Demək, C-dən bir xana sola gedəndə biz gələcəksiniz B sütununa. O zaman A və B variantı gedəcək. Sonra 4 xana yuxarı deyəndə 12-dən 4 xana yuxarı gedə bilmirsiniz. Niyə? Çünki 12-nin qabağında dollar işarəsi var. Növbəti dəyişəcək olan hissə 13-dür. 13-dən 4 xana yuxarı gedəndə bu olacaq 9. C variantında səhvdir, çünki burada 13 var. Sum hissəsinə baxanda mötərizənin içində diapazona 5-dən də 4 vahid, 4 xana yuxarı gedəndə 5 çevrilib olacaq 1. Daha sonra D sütunu da bir xana sola gedəndə D də olacaq C. D də C-yə çevriləndə burada da D variantı gedir, qalacaq Y variantı. 63-cü sualda Windows əməliyyat sistemi ilə bağlı verilmiş mülahizələrdən doğru olmayan, yəni yanlışları istəyir bizdən. Hansılardır? Faylın adı 255 simvoldan az ola bilməz. Əksinədir, faylın adında ən çox 255 dənə simvol ola bilər. Bu ola bilməz sözünə görə bu yanlışdır. Bizdən də doğru olmayan yanlış istədiyinə görə cavab olacaq A variantı. 64-də raster qrafik təsvirin çevrilməsində 3 əməliyyat icra edilmişdir. Bunu şəkil üzərində də izah etsək daha yaxşı başa düşülər və yaxud da ki, elə birbaşa düsturun üzərində də göstərmək olar. Şəkil üzərinə başa salsaq, demək, 2 dənə şəkil düzbucaqlı formasında şəkil götürürük. Birincinin həcmini götürürük V1, ikincinin həcmi də olsun V2. Birincidə nə deyirdi? Rəng palitrasında əvvəlcə RGB-də olub, daha sonrası RGB-dən çevrilib monoxroma. RGB-də biz bilirik ki, bir rəngin həcmi 24 bitdir, rəng dərinliyi. Monoxromda isə rəng dərinliyi isə 1 bitdir. Demək, birinci təsvirin rəng dərinliyi 24 bitdir. İkinci şəklin isə rəng dərinliyi isə monoxrom olduğu üçün bu da 1 bitdir. Və bunun birinci şəklin eni və uzunun A və B şəklində göstərsək, təsvirin en boyu olan piksellərin sayı 12 dəfə artırılıb. Bu dəyişikliklər ikinci şəkildə gedir. Birinci şəkildə heç nə getmir. 12 dəfə artırılıbsa enində olan, o zaman A çevriləcək 12A-ya. Təsvirin hündürlük boyunda olan piksellərin sayı isə 4 dəfə azaldılıb deyilirsə, o zaman B bölünsün 4 alacaq. Deyir, bu əməliyyatlardan sonra təsvirin həcmi necə dəyişər? V1 bərabər olacaq nəyə? Ümumiyyətlə, qrafik təsvirin həcm düsturu V bərabərdir A vurulsun B, yəni piksellərin sayını vurursunuz bir rəngin həcminə, yəni rəng dərinliyinə. V1 bərabərdir A vurulsun B vurulsun 24 bit. V2 də bərabərdir 12A vurulsun B bölünsün 4 və vurulsun 1 bit.
Bunu sadələşdirsək 12 ilə 4 ixtisar gedəcək 3, yəni olacaq 3AB bit. Həcmin nə qədər dəyişdiyini tapmaq üçün ikinci həcmi həmişə birinci həcmə böləcəksiniz. Bu zamanda 3AB bit bölünsün 24. 24AB bit. Bitlər ixtisar gedəcək, AB-lər də ixtisar gedəcək. 3 ilə 8 ixtisar gedəndə qalacaq 8 və 1, yəni olacaq 8-də 1. 8-də 1 də nə deməkdir? 8-də 1 də olanda o zaman 8 dəfə azalar. Olacaq A variantı. 65-ci sualda verilənlər bazasına uyğun sual verilib. Deyir, verilənlər bazası fraqmentinə əsasən not fizika 45-dən böyük olsun, and kimya 60-dan kiçik olsun. Birinci hesablamanı, yəni müəyyənləşdirib sorğuya cavabı bax birinci mötərizəyə görə verəcəksiniz. Not hissəsini saxlayaq, notu saxlasaq, fizikası 45-dən böyük olanlar, fizikası 45-dən böyük olan deyəndə demək götürəcək 82-ni, 45-dən kiçikləri silirsiniz, 45-dən kiçikləri siləndə demək qalacaq 1, 3, 4, 1, 3, 4, daha sonra and, kimyası 60-dan kiçik olanları istəyirsə, 60-dan böyük olanları istəyirsiniz, qalacaq o zaman 1, 2 və 4. Demək, and olanda biz götürürdük hər ikisində eyni olanları. Hər ikisində eyni olan burada 1 və 4 var. Demək, bunların kəsişməsi bizə verəcək 1 və 4-ü və qabağında not olduğu üçün inkar olacaq və burada da 1 və 4-dən başqa hamısını götürəcəksiniz. Yəni 2-ni, 3-ü, 5-i, 6-nı. Demək, birinci mötərizə bizə verəcək nəyi? Birinci mötərizədən demək alacaqsınız 2, 3, 5 və 6. Daha sonra and. Deyək ki, indi isə ikinci mötərizədə cəbir 63-dən böyük bərabər olsun. Cəbir 63-dən böyük bərabər deyə verirsə, 63-dən kiçik olanları silirsiniz. 63-dən böyük bərabər olanda götürəcəm nəyi? Götürəcəm 3-ü, 4-ü və 6-nı. Sonra or, biologiyası 65-dən böyük olanlar, 65-dən böyük olan deyirsə, 65-dən kiçikləri siləcəm, qalacaq 1, 3, 4. Or olanda burada hamısını götürürsünüz. Or birləşmədir. O zaman 1, 3, 4, 6. Yəni, gətirib bu hissəni də gətirib birinci sorğu ilə birləşdirəndə 1, 3, 4, 6. And olduğu üçün hər ikisində eyni olanları götürürsünüz. Hər ikisində eyni olan ancaq 3 və 6 var. Demək, bunların endlə kəsişməsi bizə verəcək 3 və 6-nı. Məndən də deyir ki, sorğusuna əsasən yazıların sayını, yəni bu şərti ödəyən neçədən yazı var? Bu şərti ödəyən ümumilikdə 3 və 6 var. Yəni 2 dənə. 65-də cavab olacaq 2. 66-cı sualda verilənlər bazasının modelləri ilə bağlı uyğunluğu müəyyən edin. Demək, birinci nədir? İyerarxik. A variantında deyir ki, verilənləri nizamlı ağac şəklində təsvirinə əsaslanır. Ağac şəklində təsvir varsa, bu iyerarxikdir. Birə gedəcək A variantı. Deyir, verilənlərin bazası iki ölçülü cədvəl şəklində hazırlanır. İki ölçülü cədvəl deyirsə, iki ölçülü də cədvəl həmişə yadda saxlayın ki, bu relyasiyadır. B. Aşağıdakı səviyyədə yerləşən hər bir bənd daha yuxarıdakı səviyyədə olan yalnız bir bəndlə əlaqəli deyirsə, bu zamanda götürəcəksiniz iyerarxik. Çünki iyerarxik nə deməkdir? Iyerarxikdə ağac var. Yalnız bir təpə digər təpə ilə birləşə bilir. Yəni, bu da olacaq, birə də gedəcək C variantı. Hər bir element istənilən başqa elementlə əlaqəli ola bilər. Əlaqəli ola bilirsə, bu şəbəkədir. İstənilən deyəndə, yəni bir təpə, bir neçə təpə eyni vaxtda bir neçə təpə ilə birləşə bilər.
Y variantında isə verilənlər bazası modelinin əsas anlayışı sahə və yazıdır. Relyasiya cədvəl formasında təsvirdir. Cədvəl də nədən təşkil olunur? Sahələrdən və yazılardan. Sahə deyəndə, yəni sütunlar, yazıdakı sətirlərdir. Ona görə 2-yə də gedəcək Y variantı. Yəni 1-ə AC, 2-yə BY, 3-ə də D variantı. Bu da olacaq B. Demək, 66-cı sualın cavabı B variantıdır. 67-ci sualda bir onluq say sistemində verilmiş 16 üstə n üstə gəl 3 ədədini ikili say sistemində təsvir etdikdə neçə rəqəmli ədəd alınır? İkili say sistemində təsvir edən zaman neçə rəqəmli ədəd olduğunu bilmək üçün 16 üstü n üstə gəl 3-ü 2-nin qüvvətli şəklində yazanda 2 üstü 4 üstü n üstə gəl 3 bu da bizə verəcək 2 üstü 4n üstə gəl 12. Neçə rəqəmli ədəd olduğu həmişə ən böyük qüvvətin, bizdə bir dənə burada qüvvət var, ən böyük qüvvətin üzərinə həmişə 1 gələcəksiniz. Bunun üzərinə 1 gələndə olacaq 4n üstə gəl 13, yəni C variantı. 68-ci sualda qurulmuş diaqramın aşağıdakı cədvəlin A2, C2 diapazonuna uyğun olması üçün verilmiş elektron cədvəl fraqmentində C1 xanasına hansı tam ədəd yazılmalıdır? C1 xanasının qiymətini bilmədiyim üçün onu götürəcəm X. Burada 3 yazılıb, 3-dür. A2-nin qiyməti nəyə bərabərdir? B1 çıxılsın A1, yəni 6 çıxılsın 3, vurulsun 4. Demək, B2-nin qiyməti nəyə bərabərdir? 6 çıxılsın 3, vurulsun 4. Bu da bizə verəcək 12. Demək, bunun qiyməti oldu 12. Daha sonra bu A2-nindir. Daha sonra B2-nin qiyməti nəyə bərabər olacaq? B2-nin qiyməti A1 üstə gəl B1, yəni 6 üstə gəl 3, 6 üstə gəl 3, vurulsun X. Bu da bizə verəcək 9X-ı. Daha sonra C2-dən də alırsınız. A1 üstə gəl C1, yəni 3 üstə gəl X, vurulsun B1, yəni 6. Bunu da açsaq, bu da bizə verəcək 18 üstə gəl 6X. İndi faizlarımıza baxırıq. Faizlərimiz 50%dir, 20%dir, 30%dir. Yəni 20% ilə 30% toplasam mənə verəcək 50%. İndi biz burada təxmin eləməliyik ki, 50% hansını götürə bilərik, 20% hansını, 30% hansını. Belə baxanda 18 üstə gəlsin 6X daha böyük görünür. Bunu yoxlamaq üçün, məsələn, tutaq ki, bir rəqəmini versək, tutaq ki, x bərabərdir 1 olsa, baxırıq ki, məsələn, elə A2-nin qiyməti 12 olacaq, B2-nin qiyməti 1 versək, x 9 olacaq, C2-nin qiymətini 1 versək, o da olacaq 24. Yəni, C2-ni mən 50% götürsəm, C2-ni, elə biz bunu təxmin edirik. Ola bilər ki, düz də çıxmaya bilər. 9x-ı təxminən 20% götürsəm, 12-ni də 30% götürsəm, necə alınacaq? Demək, yazarıq ki, 50% bərabərdir 30% üstə gəl 20%. Gətirib qiymətlərini də yerinə qoysaq, 18 üstə gəl 6x bərabərdir 12 üstə gəl 9x-a. Bunu da sadələşdirsək, bizə verəcək 6 bərabərdir 3x-a, x da bərabərdir 2-yə. Yəni, cavabımız olacaq C variantı. – 69-cu sualda deyir ki, A şəhərindən N şəhərinə, L şəhərindən keçmədən. Demək, A şəhərindən N şəhərinə gedirsiniz, L şəhərindən keçmədən. L şəhərindən keçmədirsə, demək, L şəhərini həm gələn yolları, həm də gedən yolların hər ikisini də bağlayacaqsınız. Bunları silirsiniz. O zaman başlayırıq A təpəsindən. A təpəsinin birinci çıxışlarına yazıram 1. Sonra C təpəsinə A-dan yol gəlib, onun üzərinə 1 yazıldığı üçün C-nin də bütün çıxışlarını yazacağam 1, 1, 1. B təpəsinə, bir dənə A təpəsinə yol gəlib, üzərinə 1 yazıldığı üçün B-nin də çıxışına 1 yazıram. D təpəsinə 3 dənə yol gəlib, A-dan, C-dən, B-dən və bu gələn rəqəmlərini də toplasam, olacaq 3.
O zaman D-nin də bütün çıxışlarına yazacaqsınız 3. G-yə yol gəlib Y-dən, Y-dən gəlib, C-dən gəlib, bir də D-dən gəlib. Bunların da üzərində olan toplayanda Y-dən də gələn bu 1 idi. G-ni hələ birinci toplaya bilmərik, çünki F-dən yol gəlib. F-in gələn yolun üzərində 3 yazıldığı üçün ona görə F-in çıxışlarına da yazırıq 3, 3. G-yə gələn yolların üzərindəki rəqəmləri toplayanda 1, 2, 5, 5-in də üzərinə 3 gələndə olacaq 8. Bunları da yazırsınız 8. M-ə də yol gəlib G-dən, üzərində 8 yazıldığı üçün M-in çıxışı da olacaq 8. N-ə gələn yolların üzərində olan rəqəmləri toplayanda 8, 8, 3. Yəni 8 üstə gəl 8, üstə gəl 3, bu da olacaq 19. Yəni cavab olacaq A variantı. 70-ci sualda uyğunluğu müəyyən edin. Funksional klaviş xidməti və kursun idarə edilməsi klavişləri. Funksional klavişlər F1-dən F12-yə qədər olur. Burada da bir dənə F klavişi var. Yəni 1-ə gedəcək B variantı. Xidməti klavişlərə aiddir. Ctrl, Shift, C və D. Kursun idarə edilməsi klavişlərdə 8 dənədir, 4 dənə ox, 4 dənədəki sözlə olan, yəni page down, page up, Ctrl, End, bir də ki home'dur. Buradakı kursun idarə edilməsinə end verilib, bir də page up verilib, yəni A və Y variantı. Demək 1-ə gedəcək B variantı, 2-yə gedəcək C və D, 1-ə B variantı, 2-yə C-dir, 3-ə də A-yə, yəni A variantı. 70-də olacaq A. Daha sonra 71-ci suala baxsaq, 71-ci sualda tətbiqi proqramlar sinfinə aid olmayan, yəni tətbiqi olmayan ya sistem olsun, ya da proqramlaşdırma dili, yəni instrumental alət olsun. Aid olmayan proqramı seçin. Buradan götürəcəksiniz Linux-u. Çünki Linux əməliyyat sistemidir, sistem proqramıdır, tətbiqi proqram deyil. 72-ci sualda elektron cədvəlin A3, F6 diapazondakı sətirlərin sayı, C2, G4 xanasında olan xanaların sayını istəyir. Bunun sayını tapmaq üçün belə hesablama aparacaqsınız. Demək, birinci tapırıq nəyi? A3, F6 diapazonunda olan sətirlərin sayı deyəndə, yəni rəqəmləri sayı istəyir. Bununla necə tapırsınız? Həmcə böyük rəqəmdən kiçik rəqəmi çıxın, üzərinə 1 gəlin. Bu da olacaq 4. Yəni 4 dənə sətir. C2, G4 xanasında olan xanaların sayını tapmaq üçün, demək, xananın sayını tapanda həmişə yadınızda saxlayın, sütunların sayını vurun sətirlərin sayına. Sütunların sayı hansılardır? C-dən G-yə gedəndə sütunlar necə olacaq? A-dır, B, C, D, Y, F, G olur da. C-dən G-yə qədər ümumilikdə 5 dənə sütun var. Yəni 5 vurulsun. Sətirlərin sayını da tapmaq üçün 2-dən 4-ə necə tapılacaq? 4 çıxılsın 2, üstə gəlinsin 1, bu da bizə verəcək 3. Yəni 5 vurulsun 3, 5-i 3-ə vuranda olacaq 15. Yəni 15 dənə xana. Ümumi xanaların sayı da olacaq 15 dənə xana. Mənə deyir ki, sətirlərin sayı ilə xanaların cəmini tap. Demək, 4 dənə sətriyim, 15 dənə xanam varsa, bunların da cəmi olacaq 15 də gəl 4 bərabərdir 19. Yəni A variantı. 73-cü sualda bizdən nə istəyir? 73-cü sualda ifadənin nəticəsini megabaytla tapın. Bitdən megabayta gedəndə verilmiş rəqəmi 2 üstü 23-ə böləcəksiniz. 2 üstü 23-ə böləndə, yəni 2 üstü 1 burada qalacaq 2 megabayt. Daha sonra kilobaytdan megabayta keçmək üçün bunu 2 üstü 10-a, yəni 1024-ə bölürsünüz. 1024-ə böləndə
Bu da eləyəcək 2 megabayt. Baytdan da megabayta keçəndə bunu da bölürük 2 üstü 10-a. 2 üstü 10-a yox, daha doğrusu 2 üstü 20-yə. 2 üstü 10-a böləndə kilobayta gedirsiniz. 2 üstü 20-yə böləndə qalır burada 1 megabayt. Bunları da yazsaq, demək 2 megabayt üstə gəlinsin 2 megabayt, çıxılsın 1 megabayt. Bu da bizə verəcək 3 megabayt. Yəni B variantı. 74-cü sualda informasiyanın növlərini müəyyən edin. İnformasiyanın bilirik ki, 5 dənə növü var. Səs, qoxu, dad, vizual, taktil. Bu da E variantıdır. 75-də hansı faylların öz həcmləri ilə diskdə tutduğu həcmlər eynidir? Bax, burada ən rahat yol var. Öz həcmi ilə diskdəki həcmi eynidirsə, klasterin həcmi 4 kilobaytsa, bu nə deməkdir? Əgər klasterin həcmi 4 kilobaytdırsa, siz verilən o bəndlərdə hansı rəqəm 4-ə tam qalıqsız bölünürsə, onları götürəcəksiniz. Və 108 4-ə qalıqsız bölünür. 24 4-ə qalıqsız bölünür. 57 bölünür, 13 bölünür, 132-də tam şəkildə bölünür, amma ki 5 son bölünmür. Yəni 1, 2, 5 olacaq B variantı. Bax, bu üsulu yadda saxlayın. Əgər faylın öz həcmi ilə diskdəki həcmi eynidirsə, klasterin sayına tam bölünəni götürəcəksiniz. Klasterin həcmi 4-dürsə, klasterin həcmi ilə tam bölünən bəndləri götürəndə cavab olacaq doğru. 76-cı sualda Excel-ə aid belə bir sual verilir. Deyir, elektron cədvəldə D7 xanasında yazılıb sum D1, D5. Demək, D7 xanasına sum D1, D5 nə deməkdir? Yəni D1, üstə gəl D2, üstə gəl D3, üstə gəl D4 və üstə gəl D5. Deyir, bu düsturun qiyməti 35-ə bərabərdir. O demək ki, yəni, bax, bu D7-nin qiyməti də 35-dir. Həmçində D1-dən D5-ə qədər topladığımız qiymət də 35-dir. Deyir, D6 xanasının qiyməti 17-dir. O zaman sum D1, D7-ni tap. Yaxşı, sum D1, D7-ni istəyirsə, bunun açılışı nə verir bizə? D1, üstə gəl D2, üstə gəl D3, üstə gəl D4, üstə gəl D5, üstə gəl D6, üstə gəl D7. Bax, D7-nin şərtdə verilmişdir ki, D7-nin qiyməti 35-dir. D7-nin. D6-nın da şərtdə verilib ki, qiyməti 17-dir. Həmçində bizdə burada sum D1, D5, onun D7 xanasına yazılmışdır. D7 xanasının qiyməti əgər 35-dirsə, demək bunun da, bu cəmi də qiyməti 35-dir. Bunları da toplayanda bizə verəcək neçə? Bunları toplayanda olacaq 87. Demək, sum D1, D7 xanasının qiyməti 87-dir. E variantı. 77-ci sualda aşağıdakı iştirakçıların ifaçılıq bacarığı müsabiqəsi haqqında verilənlər bazasının əlaqələndirilmiş cədvəllərindən fraqment verilmişdir. Deyir, cədvəllərə görə neçə ölkənin nümayəndəsi Chopinin əsərini ifadə edir. Bax, Chopin deyəndə, bax, Chopin hansılardır? Bax, götürürsünüz bunları, əvvəlcə bunları işarələyirik. Chopin. Demək, birinci kimdir? Lombardi. Bu hansı ölkənindir? Bu İtaliyanındır. Bax, bu Lombardi. Daha sonra Muradov. Muradov haranındır? Azərbaycanın təmsilçisidir. Sonra Bakon var. Bakon da ABŞ-dır. Sonra Moretti var. Moretti də İtaliyanın təmsilçisidir. Bir də var Ritter. Ritter də ABŞ-ın təmsilçisi. Biz burada neçə ölkə deyəndə hər ölkədən bir dənə götürürsünüz də. Yəni bir dənə ABŞ götürəcəm, bir dənə Azərbaycan götürəcəm, bir dənə də İtaliya götürəcəm. Ümumilikdə eləyəcək 3 dənə. Cavab olacaq A variantı. 78-ci sual. Cədvəl informasiya modelinə uyğun bir sual salınıb. 78-ci sualda deyir ki, Akif, Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad, Günay, Habil.
Deyir, eyni universitetin iqtisadiyyat, marketinq və maliyyə, bir də beynəlxalq münasibətlər fakültəsində təhsil alırlar. Yaxşı, bunu belə bir cədvəl üsulundan geçsək, necə gedərik? Demək, bax, bu olsun Akif, daha sonra Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad, Günay, bir də Habil. Bunların ixtisasları nədir? İqtisadiyyat, marketinq, maliyyə, bir də beynəlxalq münasibətlər. Bizə nə deyir? Deyir ki, hər iki fakültədə yalnız 2 nəfər təhsil alır. Yəni, ikisi iqtisadiyyatda oxuyur, ikisi marketinq üzrə təhsil alır, ikisi maliyyə üzrə təhsil alır, ikisi də ki, beynəlxalq münasibətlər üzrə təhsil alır. Deyir, Bahar beynəlxalq münasibətlər fakültəsində oxuyur. Bahar demək beynəlxalq münasibətlər üzrə oxuyursa, Bahar da digər ixtisaslara çıx qoyacaq ki, onları oxumur. Sonra Cəmilə və Elnur eyni fakültədir. Bax, demək bu Cəmilə ilə Elnur, bunlar tələbə yoldaşlardır. Eyni fakültədə oxuyurlar. Sonra Akif və Habil isə Akif, bir də ki Habil. Bunlar fərqli fakültələrdədirlər. Marketinq ixtisasında oxuyanlar deyir, oğlan deyil. Marketinq ixtisasında oxuyanlar oğlan deyilsə, demək burada oğlan olanlara çıx qoyacaq. Yəni marketinqdə Akif oxumur, marketinqdə Elnur oxumur, Fuad oxumur, bir də kim oxumur? Habil oxumur. Bizdə burada deyir ki, Cəmilə ilə Elnur əgər eyni fakültədə oxuyursa, əgər Elnur marketinqdə oxumursa, o zaman Cəmilə də oxumur. O zaman marketinqdə qaldı kim? Dilbərlə Günay. Dilbərlə Günayı tapdıq ki, bunlar hər ikisi marketinqdə oxuyurlar. Sonra deyir ki, Akif və Habil fərqli fakültələrdə oxuyur. Akif və Habil əgər fərqli fakültələrdə oxuyursa, 2 dənə şərt qalır. Akif və Famil fərqli fakültələrdə oxuyur. Sonra Elnur və Cəmilə də eyni fakültədə oxuyurlar. Bu zaman nə edəcəyik? Beynəlxalq olanını tapdıq. Beynəlxalq münasibətlərdə oxuyanın biri Bahardır. Bunun biri Akifdə ola bilər və yaxud da Habildə ola bilər. Bax, buradan belə bir şey də eləyə bilərik. Bax, marketinq olanı tam tapmışıq. 2 dənə olmalıdır. İkisini də tam tapdıq. Cəmilə ilə Fuad Cəmilə ilə Elnur eyni fakültədədirlərsə, beynəlxalqlar münasibətlərdə 2 nəfər olmalıdır. Birini Bahar tapmışamsa, demək Cəmilə ilə Fuad bunlar heç biri beynəlxalq münasibətlərdə oxuya bilməzlər. Çünki onlar orada oxusalar, artıq beynəlxalq münasibətlərdə 3 dənə fakültə götürmüş olacaqsınız. Yerdə qaldı iqtisadiyyatla maliyyə. İqtisadiyyatla maliyyənin ya iqtisadiyyatda, ya da maliyyədə ya Cəmilə ilə Fuad, bunlar ikisi bir yerdə oxuyurlar. Buradan nə götürə bilərik biz? Variantlara baxaq. Bizdə nə deyir? Deyir, Dilbərin ixtisası beynəlxalq münasibətlərdir. Xeyr, Dilbərin ixtisası beynəlxalq, bizdə doğru variantı istəyir, mütləq doğru. Dilbərin ixtisası marketinqdir. Sonra Cəmilənin ixtisası iqtisadiyyatdır. Yaxşı, bu qalsın. Sonra Akif və Günay müxtəlif fakültələrdə oxuyur. Akif və Günay. Günay marketinqdə oxuyur. Bu %100 dəqiq bilirik ki, orada oxuyur. Akif isə marketinqdə oxuya bilməz. Oxuya bilməzsə, demək Günay ilə bu Akif heç vaxt eyni fakültədə ola bilməzlər. Ona görə də Akif və Günay eyni fakültələr, müxtəlif fakültələrdədir sözü varsa, demək burada elə cavab olacaq C variantı.
79-cu sualda elektron cədvəlin C4 xanasında düsturu hansı xanaya köçürmək mümkündür? Hansı xanaya köçürmək olar? Bax, onları istəyir bizdən. Birinci əvvəlcə bir dənə olmazları bilək. Olmazları bax necə bilirsiniz? C4-də bax bu düstur yazılıbsa, bizə donmuş vəziyyətdə olan hissələr yox. Bax, biz məsələn burada baxacaqsınız bax 2-yə, C-yə, bir də baxmaq lazımdır A3-ə. Məsələn, bax burada ən kiçik məsəl üçün donmamış vəziyyətdə, yəni qarşısında dollar olmayan burada 2 var da, yəni B2 ünvanı var. B2 ünvanını mən ən maksimum qaldıra bilərəm 1 sütun yuxarı. Yəni 2-ni yuxarı qaldırıb eləyə bilərəm nə? 1 eləyə bilərəm. Bir də burada A sütunu var. A sütunu da mən uzaq başıb bir dənə bunu sola çəkə bilərəm. Sola çəkə bilmərəm, çəkə bilərəm də səhvdir. Ümumiyyətlə bunu bir sütun sola çəkmək olmaz. İcazə yoxdur. Çünki A sütunundan o tərəfə sütun yoxdur, axı A ilə birinci sütundur. Demək, bizə nə olmaz? Bir sütundan yuxarı qaldırmaq olmaz. Bir də ki, bir sütun sola ümumiyyətlə çəkmək olmaz. Bizdə mümkün olanları istəyirsən, əvvəlcə lap mümkün olmayanları seçək. Mən C-dən, bax C sütunundan nə B-yə gedə bilmərəm, nə də A-ya gedə bilmərəm. Çünki sola getməyə icazə yoxdur. Sağa gedə bilərik, amma sola gedə bilmərik. A ilə B-yə gedə bilməriksə, demək B ilə başlayan bax sildim, 3-ü sildim. 3-ü siləndə daha sonra da elə bir dənə 3-ü silməklə cavabımız elə burada müəyyən olur ki, Y variantıdır. Ondan başqa da ki, məsələn, yuxarı qaldırmaqla da ki, mən uzaq başı bir dənə mən bunu qaldıra bilərəm, C3-ə qaldıra bilərəm. Məsələn, C2-yə qaldırmaq mümkün deyil, çünki artıq sətr yoxdur, orada mümkün olan bir şey deyil. Sonra D1-ə qaldıra bilmərəm, mümkün deyil. Çünki mən uzaq başı 3-cü sətrə yuxarı qaldıra, 3-cü sətrə qaldıra bilərəm, bir sətr yuxarı qaldıra bilərəm. Olacaq cavab Y variantı. Sonra 80-ci testdə deyir ki, mətn prosesorunda hazırlanmış sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Birinci abzas, ikinci abzas, üçüncü abzas. Yuxarıdakı qaydalara uyğun aşağıdakı 3 əməliyyat yerinə yetirilmişdir. Nə deyir bizdə? Demək, bizdə nə var? Birinci abzas var, ikinci abzas var, bir də var, üçüncü abzas var. Deyir ki, birinci abzas seçilir. Yaxşı, gəldik birinci abzası seçdik. Biri seçdik. Və Ctrl-C oldu. Ctrl-C olanda bilirik ki, hansı abzası seçib Ctrl-C eləmişiksə, həmin abzas olduğu kimi yerində qalacaq. Əgər ondan sonra haradasa Ctrl-V, yəni yapışdırmışıqsa, artıq orada icra olunacaq. Demək, birinci abzası seçmişəm, Ctrl-C eləmişəm. Sonra üçüncü abzasın əvvəlinə gəlmişəm. Kursor gəlib, bax, dayanıb üçüncü abzasın əvvəlində. Üçüncü abzasın əvvəlinə gəlib, Ctrl-V-ni basmışam. Abzasın əvvəlinə gəlib Ctrl-V-ni basanda artıq birinci abzasın bir kopyası gəldi, dayandı üçüncü abzasın yuxarısında. Çünki abzasın qabağında eləmişik. Avtomatik üçüncü abzası aşağı sürüşdürəcək. Bir abzas aşağı gələcək. Və bu əməliyyat yenidən icra olunur. Yenidən icra olmaq nə deməkdir? Yəni, yenidən gəlir birinci abzası seçəcək, yenə gələcək üçüncü abzasın əvvəlinə, yenə gələcək, yenə bir dənə Ctrl-V eləyəcək. Bir dənə də gələcək, burada birinci abzas dayanacaq. Və ikinci abzas seçiləcək, ikinci və Ctrl-X olacaq. Ctrl-X olanda artıq ikinci abzas buradan silinəcək. Bizdə hansı formada qaldı? Nə qaldı yerdə? Demək, qaldı birinci abzas, daha sonra bir dənə də birinci abzas və burada bir dənə də birinci abzas və daha sonra da bir dənə də üçüncü abzas. Yəni, 3 dənə bir dənə də üçüncü abzas. Burada var, hansı variantda var? Bu da olacaq B variantında. Burada elə adicə bax, Ctrl-X-i əgər görmüsünüzsə, ikinci abzası Ctrl-X eləyibsə, demək, ikinci abzas ümumiyyətlə silinib. Çünki Ctrl-X-dan sonra, üçüncü bənddən sonra heç bir iş yerinə yetirməyib axı. İkinci olanları elə silsəz, bir dənə qalacaq nə? B ilə D variantı. D variantında burada 2 dənə üçüncü abzas var. Bizdə ki, üçüncü abzasa başqa heç bir əməliyyat Ctrl-C eləməyib axı və yaxud da Ctrl-X heç bir əməliyyat yerinə yetirmədiyinə görə üçüncü abzasdan mütləq orada bir dənə olmalıdır. Sonra növbəti sual 81-ci sualdır. 81-ci sual bizdən nə istəyir?
Deyir ki, 2, 3, 4, 5, 6, 7, 8 rəqəmlərindən istifadə edərək 300 ilə 800 arasında yerləşən və rəqəmləri müxtəlif olan neçə dənə ədəd düzəltmək olar? Demək, 300 ilə 700 arasında düzəltmək deyirsə, bu təbii ki, 3 rəqəmli ədəddir. 3 dənə xətt qoyacaqsınız, 3 rəqəmli ədəd olması üçün. 300 ilə 800 arasında deyəndə, yəni 300-dən başlayacaq, uzağı 799-da dayanacaq da 800-ü götürməyəcək. O zaman mən birinci yüzlük mərtəbəsinə qoya bilərəm, 3-ü qoya bilərəm, 4-ü qoya bilərəm, yəni 300 ilə başlasın, 400-lə, 500-lə və yaxud da 600-lə və 700-lə. Ümumi neçə dənə hal oldu? Oldu burada ümumilikdə 5 dənə hal. Rəqəmlər burada müxtəlif olsun, yəni rəqəmlər təkrarlanmasın. Tutaq ki, mən bura birinci yerə qoymuşam 7, yəni 7 ilə başlayım. Fərqi yoxdur, hansısa birini götürmüşəmsə, artıq mən həmin o rəqəmi ikinci yerdə istifadə eləməyəcəm. İkinci yerə nə qoymuşdum? Bayaq məsəl üçün mən burada 2-ni istifadə eləməmişdim. Niyə istifadə eləməmişdim birinci yerdə? Çünki 300 ilə 800 arasını istəyir. 300-dən yuxarıları istəyir. İkinci yerə demək qoya bilərəm artıq 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı, bir də qoya bilərəm 8-i. 7-ni artıq qoymayacağam. Tutaq ki, fikrimdə mən tutdum ki, tutaq ki, birinci rəqəm 7 ilə başlayıb. Bunun fərqi yoxdur. 5 ilə başlayıb deyirsə 5-i yazmayın orada. Onluq mərtəbəsinə neçə dənə rəqəm yazdıq? Onluq mərtəbəsinə yazdıq 6 dənə rəqəm. Tutaq ki, mən burada fikrimdə tutmuşam ki, burada yazmışam 8. 8-i əgər burada yazmışamsa, 7-ni də burada yazmışam. Demək, növbəti 3-cü yerdə təkliklər mərtəbəsinə 7 və 8-i işlətməyəcəm. Burada istifadə edəcəm 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı. Burada da ümumilikdə istifadə elədim 5 dənə hal var. Sonra gəlirsiniz bu halları bir-birinə vuranda olacaq 150. Yəni ümumilikdə mən 150 dənə müxtəlif rəqəm düzəldə bilərəm. Sonra 82-ci sualda faylın tam adının düzgün ardıcıllıqla göstərildiyi cavabı istəyir bizdən. Faylın adını biz bilirik ki, mütləq diskin adı ilə başlayıb, faylın uzantısı ilə bitməlidir. Diskin adı da hardan bilir? Qoşa nöqtədən bilir. Demək, mütləq birinci başlamalıdır 2-dən. Yəni olacaq C, qoşa nöqtə drop, yəni bu oldu ikinci. Mütləq 2 ilə başlamalıdır deyə A ilə D variantı getdi. Ən sonda mütləq olmalıdır faylın uzantısı, yəni 1. Sonra C-dən sonra nə gələ bilər? C-dən sonra biz qoya bilərik bura nəyi? Tutaq ki, qoymuşam informatikanı qoymuşam. Gəlirəm bura, informatikanı qeyd eləsəm, informatikanı və informatikanın özünün bir dənə dropu var. Bax, bu da oldu 3-cü hal. İnformatikanı qoymuşamsa, informatikanın özünün sonunda dropu varsa, mütləq bundan sonra 4 ilə 6 heç vaxt gələ bilməz. Yəni 3-dən sonra 4 və 6 gələ bilməz. Burada fikir verin, 3-dən sonra 4 var. 3-dən sonra 4 heç vaxt gələ bilməz, ona görə Y variantı getdi. Demək, 3-ü başlatdıq. Bundan sonra gəlməlidir, mütləq 5 gəlməlidir. 3-dən sonra 5-i yazsaq, nə olacaq? Burada olacaq mövzular. Mövzular olsa, mövzuların özünü də burada bax 5 kimi qeyd elədik. Bu da oldu 5. Mövzulardan sonra artıq demək 3-ü də istifadə elədim, 5-i də istifadə elədim, 1-i də istifadə elədim. Qaldı 4 ilə 6. 4 ilə 6-nın fərqi yoxdur. Hansısa biri gələ bilər. 4 də gələ bilər, 6 da gələ bilər. Məsələn, tutaq ki, istifadə edirəm 4-ü. 4-də nə yazılıb? Testlər. Bunu götürürəm 4 kimi. Testlərdən sonra da növbəti gələcək, qalır nə qalır? Qalır ehimlər. Biz burada ehimləri qoysaq, bu olacaq 6 və daha sonra da nöqtə docx gələcək. Bax, həmişə bir dənə yadda saxlayın ki, faylın adı ilə faylın uzantısının arasında nöqtə ola bilər. Yəni, heç vaxt 3-dən sonra 1 gələ bilməz. Bax, belə bir ardıcıllıq heç vaxt həyatı boyu gələ bilməz. Çünki burada informatika drop, sonra nöqtə x, belə bir şey mümkün deyil. Bu da ki, olacaq 1. Necə oldu? 2, 3, 5, 4, 6, 1, yəni olacaq C variantı. Sonra növbəti sual 83-cü sualdır. 83-cü sualda Unicode sistemində yazılmış sualı götürək əvvəlcə.
Demək, Unicode sistemində yığılmış 3 səhifədən ibarət olan informasiyanın həcmi ümumilikdə 4200 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 4 dəfə azdır. İkinci səhifədə neçə simvol var? Demək, bizim ümumilikdə 3 dənə səhifəmiz var. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə. Bu olsun birinci səhifə, bu olsun ikinci səhifə, bu da ki, üçüncü səhifə. Deyir ki, bu Unicode-da yığılıb. Ümumilikdə bunların üçünün bir yerdə həcmi 4200 baytdır. Əgər ümumilikdə həcmi 4200 baytdırsa, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn informasiya həcmi 4 dəfə azdırsa, birincinə əgər mən x götürsəm, digər olar 4x, bu da üçüncü də olar 16x. Məsəl üçün, birincində x-dırsa, ikinci ondan 4x 4 dəfə çoxdur da. Yəni hər səhifə informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 4 dəfə azdır. Hə, demək bu düzdür. Demək, ümumilikdə bunları toplayanda mənə neçə verəcək? Yəni x üstəgəl 4x üstəgəl 16x bərabərdir 4200 bayta. Bu da bizə verəcək 21x bərabərdir 4200 bayt. Yəni x bərabərdir 200 bayta. Məndən ikinci səhifədə olan simvol sayını istəyir də. İkinci səhifədə nə qədər var? 4x idi da. O zaman 4x da bərabərdir 4 vurulsun 200 bayta. Yəni ümumilikdə götürülür 800 bayt. Unicode sistemində, Unicode'da biz bilirik ki, bir simvolun həcmi 2 baytdır. Unicode'da əgər demək, Unicode'da bir dənə simvolun həcmi 2 baytdırsa, mənim həcmim 800 baytdırsa, simvolun sayını tapmaq üçün demək 800 baytı böləcəm 2-yə, 2 bayta. Bunlar ixtisar gedəndə qalacaq neçə? Olacaq 400 simvol. Demək, mənim 83-cü tapşırığımın cavabı olacaq 400 simvol. Növbəti sual 84-cü sualdır. 84-cü sualda deyir, elektron cədvəl fraqmentinə əsasən C3 xanasının qiymətini müəyyən edin. C3 xanasına nə yazılıb? C1-də yazılıb ki, A1 üstəgəl A2 vurulsun B2. A1-in qiyməti neçədir? 4 üstəgəl A2-nin qiyməti 7, 4 üstəgəl 7 vurulsun. B2-nin də qiyməti neçədir? 8-dir. Bu da bizə verəcək 7 vur 8, 56, 56-nın üstə 4 gələndə olacaq 60. Daha sonra C2-nin qiyməti nə olacaq? C2-nin qiyməti B2, yəni 7, 7 üstəgəl A3-ün qiyməti 16, 7 üstəgəl 16 bölünsün B3-ün qiymətinə. B3-ün də qiyməti 4-dür. 16-nı 4-ə böləndə 4, 4-ün 7-nin də üstünə 4 gələndə olacaq 11. Daha sonra C1 və C2-nin də cəmin istəyəndə 60 ilə 11-i də toplayanda ümumilikdə eləyəcək 71. Bizdən də C3 istəyir. C3-ün də qiyməti oldu neçə? 71. 84-cü testin də cavabı 71-dir. Sonra 85-ci testdə deyir ki, doğru fikirləri müəyyən edin. Bir də nə istəyir? Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnetli skanerlərdən istifadə olunur. Bəli, skanerlərin 3 dənə növü var idi. Ştrik-kod skaner, maqnetik skaner, bir də görüntülü skaner. Görüntülü skaneri kağızda olan informasiyanın elektron sürətini kompüterə köçürdür. Ştrik-kod skaner məhsulların üzərində olan barkodları oxuyur. Maqnetik skaner isə kredit kartlarının üzərində olan məlumatları oxumaq üçündür. Yəni, bir doğrudur. 2-də ekranı üfüqi və şaqili istiqamətdə olan nöqtələrin sayı monitorun ekran ölçüsü müəyyən edir. Xeyr, ekran üfüqi və şaqili istiqamətdə olan nöqtələrin sayı ekran çözümlülüyü deməkdir. 2 səhvdir. 3-də matrisli printerlərdə iynələr dəsti görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. Bəli, doğrudur. 4-də matrisli printerlərin sürəti, matrisli printerdən söhbət gedir. Burada diqqətli olun, ən çox imtahana düşən suallardan olur bu, həmişə qəbula düşür. Matrisli printerlərin sürəti 1 dəqiqədə çap etdiyi səhifələrin sayı ilə ölçülür. Xeyr, matrisli printerin sürəti, yadınızda həmişə saxlayın, 1 saniyədə çap etdiyi simvolların sayınadır. 1 dəqiqədə çap edilən səhifələrin sayı lazerli və şırnaqlıdadır. Ona görə də 4-də səhvdir.
5-də də olacaq Enter, ESC, Home, End klavişlərinin, klaviaturanın xidməti klavişləridir. Xidməti klavişlər qrupuna aiddir. Enter bəli aiddir. Ancaq Home-la End bunlar kursorun idarə edilməsi klavişlərdir. Yəni 5-də 4 dənə klavişdən ikisi doğrudur, ikisi yanlışdır. Ona görə də 5 səhvdir. 6-da isə funksional klavişlərin funksiyası proqramdan yaxud iş rejimindən asılı olaraq dəyişə bilər. Bəli, 6 da düzdür. Yəni 85-ci testdə 1, 3, 6 doğrudur. 86-cı sualda deyir ki, kompüterin kompakt diskinin tutumu 700 megabaytdır. Klasterin ölçüsü də klaster məsələsidir. Ən çox uşaqların çaşdığı suallardandır. İmtahana da düşmə ehtimalı daha çox olan sualdır. Klasterin ölçüsü 4 kilobaytdır. Deyir, ora 2 ədəd. Yəni, bunu daha geniş, ətraflı müzakirə eləyək. Demək nədir? Deyir ki, 2 dənə mətn faylı var. 2 mətn faylı. 2 mətn faylından bir dənəsinin həcmi 1222 kilobaytdır. 1222 kilobaytdır. Daha sonra 5 dənə səs faylı var. 5 dənə səs faylı. Bir dənə səs faylının da həcmi 2045 kilobaytdır. 14 dənə video faylı var. 14 dənə video. Bu video faylının bir dənəsinin də həcmi 510 kilobaytdır. Deyir, yaxşı, bu fayllar diska köçürüləndən sonra, bu 700 megabaytlıq bu diska köçürüləndən sonra diskdə nə qədər boş yer qalar? Bizdə klasterin həcmi də 4 kilobaytdır. Bunun belə, məsəl üçün, rahat bir dənə qayda necədir? Mən məsələn tapanda həmişə belə tapıram da bölüb vurub çıxıb toplamıram. Məsələn, bizdə faylın həcmi nə qədərdir? Faylın həcmi 1022-dir. 1022 4-ə tam bölünmür. Düzdür? Amma 1022-dən sonra 4-ə bölünən hansı ədəd var? 1024 var. Yəni birbaşa onu götürüm. Əgər ədəd özü 4-ə həmin klasterin həcminə bölünürsə, həmin özü qalacaq. Yox, özü bölünmürsə, ondan sonra gələn həmin o rəqəmə bölünən ədədi götürürəm. Məsələn, 1022-ni götürürəm 1024 kimi. Bunu məsələn belə praktikdakı belə gedə bilərik. Demək ki, 1022-ni 4-ə böləndə bu bizə verəcək 2, 22-nin içində 5, bir dənə də olacaq 5. 22 tam 4-də neçəsə, bunu da yuvarlaq götürəndə götürürük 256 klaster verəcək bizə. 256 klasterində həcmi tapmaq üçün təzədən 256 klasteri vuracam 4 kilobayta. Bu da bizə verəcək elə 1024 kilobayt. Yəni birbaşa 1024 kilobayt eləyəcək. Daha sonra səs faylıdakı 2045-dir. 2045, bax mən dediyim üsulla geçsəm, 2045 4-ə tam bölünmür. 2045-dən sonra 4-ə bölünən ədəd 2048-dir. Elə birbaşa 2048 də yaza bilərik və yaxud da 2045-i bölərəm 4-ə. Bunu 4-ə bölsəm olacaq 511 tam. Elə ki 511 tam 4-də 1 olur. Bu da bizə yuvarlaqlaşdıranda bizə verəcək 512 klasteri. 512 klasterində ümumi həcmi tapmaq üçün bunu bir klasterin həcmə vuranda demək olacaq 4096 yox, 4096 yox, səhv yazdım bir dəqiqə, üzrlüsən. 4096 yox, 2048 248 kilobayt olacaq. 510-u da hesablayanda, yəni yenə də 510-u böləcəm 4-ə, 510-u 4-ə böləndə eləyəcək 1, 127 tam 4-də neçəsə olacaq. Bunu da yazacam elə birbaşa 128 klaster kimi. 128 klasterdə yenidən 4 kilobayta vurarıq ki, görə diskin yaddaşında bu 510 kilobayt necə yadda qalır. Bu da bizə verəcək 512 kilobaytdır. İndi burada nə var? Bizə mətn faylından 2 dənə var. 2 dənə varsa, demək gəlir bu 1024 kilobayt 2-də 2-yə vuranda olacaq 2048 kilobayt. Daha sonra 2048 kilobaytlı fayldan 5 dənədir. Bunu da gəlib 5-ə vuracaqsınız. 5-ə vuranda olacaq, demək 2048-i 5-ə vuranda 0, 4 yadda, 4 yazıram, 2 yadda, 10 kilobayt. Daha sonra da 14 dənə video fayl var. Bunu gətirib 14-ə vuracam.
Bunu 14-ə vuracam. Hələ bunu bu şəkildə saxlayıram. Niyə tam vurmuram? Çünki diskin həcmi megabaytda olduğu üçün bunları təzə megabayta çevirəcəm axı. Yəni bu necə olacaq? Bu mənə verəcək, yəni hesablayanda 700 megabayt çıxılsın nə? 2048 kilobayt üstəgəl 10240 kilobayt üstəgəl 14 vurulsun 512 kilobayt. Bunları megabayt olduğu üçün bunları da megabayta çevirəcəm. Çünki çevirmək mümkündür. Mümkün olmayanda artıq mən diskin öz həcmini, yəni 700 megabaytı kilobayta çevirməliyəm. 1024-ə bölsəm, demək 1024 ilə bu ixtisar gedəcək, qalacaq burada 10 megabayt. 2048 ilə də 1024 ixtisar gedəndə qalacaq 2 megabayt. 512 ilə 1024 ixtisar gedəndə 2, 2 ilə də 14 ixtisar gedəndə qalacaq 7 megabayt. Bu da bizə verəcək, demək 700 megabayt çıxılsın 19 megabaytı. 700 megabaytdan 19 megabayta çıxanda eləyəcək 681 megabayt. Yəni həcmimiz eləyəcək 681 megabayt. Növbəti sual 87-ci sualdır. 87-ci sualda maraqlı bir sual verib say sistemindən. Deyir ki, uyğunluğu müəyyən edin. Bura fikir verin. 16-cı say sistemindən 10-luq say sisteminə keçib birincidə. 16-lıq say sistemindən 10-luq say sisteminə keçəndə axırda alıb neçə? Alıb 5 alıb. Bax, bunu necə tapa bilərik? Biz əksinə 10-luqdan 16-lığa keçək də. 195 10-luqdadır. Bunu 16-lığa keçirmək üçün təbii ki, 16-lıq say sistemi keçəndə bölmə əməliyyatından yerinə yetiririk. Böləcəm 16-ya. 16-ya böləndə 19 içində 16 bir dəfə 3 qalacaq. 35-in içində də 16 2 dəfə 32 qalacaq 3. Demək 12-ni bizə nə verir? A, B, C verəcək. Bu da ki 3. Bunu da düzəndə, yəni 195 onluqda. Bu da bizə verəcək. Cavabı düzəndə həmişə aşağıdan yuxarı düzürsünüz. Bu da olacaq C3 16-lıqda. Demək x-in qiyməti neçə oldu? X-in qiyməti oldu 3. Demək 1 oldu Y. 1-ə Y getdi. 2-də də burada ikilik say sistemindən 10-luq say sistemi keçib. Yəni 57-ni 10-luğa ikilik say sisteminə keçirdim. 57 10-luq say sistemindədir. 10-luq say sistemi ikilik say sistemi keçəndə böləcəm. 57-nin içində 2 28 dəfə qalıq 1. 28-i 2-yə böləndə 14 qalıq 0. 14-ü 2-yə böləndə 7 qalıq 0. 7-ni 2-yə böləndə 3 qalıq 1. 3-ü 2-yə böləndə 1, 1. Cavab da düzəndə axırıncı cavab və qalıqlar aşağıdan yuxarıya doğru düzüləndə 3 dənə 1, 2 dənə 0, 1. Demək, burada da olacaq x-in qiyməti 0. Yəni 2-yə də gedəcək D variantı. 3-ə də gedəndə, 3-də biraz fərq var. 3-də nə var? 3-də hər ikisində məlum olmayan burada qiymətlər var. 10-luq say sistemindən 8-lik keçib. Demək, bax, bu 10-luq say sistemində olan bu rəqəmi, bu bölüb 8-lik say sistemi. Əgər burada 2 dənə rəqəm alınıbsa, 8-lik keçmə. Demək, bir dəfə bölmə əməliyyatı yerinə yetirib. Bir dəfə bölmə əməliyyatı yerinə yetirib. Bax, axırıncı bu cavab var. Bu 6, daha doğrusu, bu birinci yazılan bu rəqəm 6. Bu bizim natamam qismətimizdir. Bax, bu olacaq 6. İndi bura fikir verin. 6-nı 8-ə vuranda neçə edir? 6-nı 8-ə vuranda olur 48. Düzdürmü? Demək, bu nədənsə 3-ü çıxacaq. Bax, 3. Mən nədən çıxa bilərəm? Çünki 6 olsun. Burada götürə bilərəm 5-i. 53-ü yəni. 53-ü götürsəm, 53-dən 48 çıxanda bizə verəcək 5. Yəni mən 48-lə 56 arasında bir rəqəm götürməliyəm. Çünki 6 dəfə həmin rəqəmin içərisində 8 6 dəfə olsun da. Bu da olacaq 53. Yəni burada x-in yerinə olacaq 5. Bax, x-in yerinə olacaq 5. Növbəti bu x-in də bunun qiymətinin üzərində aşağıdan yuxarı əksinə düzləndə olacaq neçə? Bu da eləyəcək 65. İkinci qiymətinin də yerinə burada 5-dədir. Hər ikisində 5 olduğu üçün olacaq nə? 3-də də olacaq B variantı. Yəni 1Y, 2D, 3B. 88-ci sualda hər biri 3 kilobayt həcmə malik olan 5 ədəd, hər biri 3 kilobayt olan 5 dənə səs faylı. Bax, 5 dənə səs.
Sonra 5 kilobayt həcmi olan 4 dənə mətn faylı var. Demək 5 dənə səs faylı, bir dənəsinin həcmi 3 kilobaytdırsa, daha sonra 4 dənə mətn faylı var. Bunun bir dənəsinin də həcmi 5 kilobaytdır. 2 dənə fayl var. Diskin də həcmi 4 kilobaytdır. Diskin də həcmi 4 kilobaytdırsa, bax bunu dediyim bir yaxki qayda ilə gedək də. Rəqəmlər çalışıb 4-ə bölünən olsun. Bax 3 kilobayt 3 4-ə bölünmür. Amma 3-dən sonra 4-ə bölünən ədəd hansıdır? 4-dür. Yəni bunu götürəcəm 4 kilobayt kimi. 5 4-ə tam bölünür, yox. 5-dən sonra 4-ə bölünən hansı ədəd var? 5-dən sonra 4-ə bölünən 8 var. Yəni 8 kilobayt. Bu nə deməkdir? Yəni 3 kilobaytlıq fayl diskin yaddaşında 4 kilobayt yer tutur klasterə görə. 5 kilobaytlıq fayl da diskin yaddaşında tutacaq 8 kilobayt. Bu səs faylinə neçədəndir? 5 dənədir. 5 dənə olduğu üçün bunu 5-ə vuranda olacaq 20 kilobayt. Daha sonra 8 kilobaytlıq fayldan da 4 dənə olduğu üçün 4-ü də 8-ə vuranda olacaq 32 kilobayt. Ümumi bunların həcmini istəyəndə gəlib bunların ikisini toplayanda, yəni 20 kilobayt üstə gəl 32 kilobayt, bu da bizə verəcək 52 kilobaytı. Cavab olacaq 88-də 52 kilobayt. 89-cu suala baxırıq. 89-cu sualda 132 səhifəlik sənəd var. 132 səhifəlik sənədin 1-ci, 11-ci, 21-ci və 32-ci səhifəlik sənədin səhifəsində qrafik təsviri var. Qrafik təsvirdə 256x256 piksel və 64 rəng çaları istifadə olunur. Qalan səhifələrdə isə 64 dənə sətir, 64 dənə simvol var və ASCII standartında yazılmışdırsa, deyir sənədin ümumi həcmini tapın. Bunun ən rahat qayda, belə bir sxem qaydası var. Bu sxem qaydasına gedəndə heç vaxt bizim tapşırığımız səhv çıxmaq ehtimalı yoxdur. Demək, bizdə bu sənəddə nə var? Bu sənədin tərkibində həm qrafik fayl var, həm də bu sənədin tərkibində mətn var. Bax, qrafikdə nədir? Qrafikdə deyir ki, 1-ci, 4-cü, 21-ci və 32-ci səhifə. Ümumilikdə elədi 4 dənə səhifə. Bax, bunlar ümumilikdə elədi 4 dənə səhifə. Demək, 4 dənə qrafikdə 4 dənə səhifədən istifadə olunub və bu 4 dənə səhifədə şəklin, qrafik təsvirin pikselləri 256 vurulsun 256-dır. Rəng çaları da nə qədərdir? Rəng çaları da 64-dür. Yəni, rəng çaları götürəcəm 64. Əgər mənim rəng çalarım 64-dürsə, o zaman mənim rəng dərinliyim də olacaq nə qədər? Bu da olacaq 6 bit. Yəni, rəng çalarında verilmiş rəqəmi qüvvətə qaldırırsınız. Yəni, 64 2 üstü 6-dır. Oradan da götürəcəksiniz qüvvəti, yəni 6-nı. Qalan səhifələr deyəndə, demək, 132 səhifənin 4 səhifəsində əgər qrafik varsa, yerdə qaldı nə qədər? Yerdə qalacaq 128 səhifə. 128 səhifədə 64 dənə sətir var. 64 sətir. Daha sonra 64 dənə simvol var. 64 simvol və ASCII-də yazılıb. İndi gəlirik, ayrıca hesablayırıq. Demək, birinci tapacağım qrafik təsviri. Özü, məndən cavabı kilobaytda istəyir. Birinci qrafik təsvirini tapıram. Qrafik təsvirin həcm düsturu necə idi? Piksellərin sayını vururduq rəng dərinliyinə. Demək, mənim piksellərim 256, vur 256, rəng dərinliyimiz də oldu 6 bit və bu 4 dənə səhifədə olduğu üçün bir dənə bunu vuracam 4-ə. Qüvvətlə yazanda, demək, 2 üstü 8 vur, 2 üstü 8 vur, 2 üstü 2 vur 6 bit. Bunu da kilobayta çevirmək üçün böləcəm 2 üstü 13-ə. 2 üstü 13-ə böləndə 2 üstü 10, 13. Buradan da 2 üstü 3-ü götürəcəm. Qalacaq 2 üstü 5. Yəni, olacaq 6 vurulsun 32 kilobayt. 6-nı da 32-yə vursaq, bizə verəcək demək nə? 192 kilobaytı. Daha sonra bir də tapırıq mətn faylının həcmi. Mətn faylının həcmini də tapmaq üçün demək, səhifələrin sayını vururuq sətirlərin sayına və vururuq daha sonra simvolların sayına və bu da hesablanacaq, həcmi olacaq baytda. Demək, mənim neçə dənə səhifəm var? 128 dənə səhifəm var. 64 dənə
sətrim var, 64 dənə simvolum var. ASCII-də yazıldığı üçün ASCII-də biz bilirik ki, bir dənə simvolun həcmi 1 baytdır. Yəni bunun birinə yox, hələ birbaşa baytdan tapacağam. Bunu götürəcəm bayt. Bunu qüvvə şəklində yazsam, demək 2 üstü 7 vur 2 üstü 6 vur 2 üstü 6 və bayta çevirmək üçün bunu da böləcəm. Baytdan kilobayta keçəndə 2 üstü 10-a bölürsünüz. 2 üstü 10-a böləndə demək 2 üstü 7 ixtisar gedəcək, 3 qalacaq. 2 üstü 6-nı da ixtisar yaparsam, burada da qalacaq 2 üstü 3. Yəni 2 üstü 3 vurulsun 2 üstü 6, yəni 512 kilobayt. Demək, qrafik təsvirin həcmi oldu 192 kilobayt. Mətin faylının həcmi də oldu 512 kilobayt. Ümumi həcmi tapanda da qrafik faylının həcmi ilə mətin faylının həcmini toplayırıq. Yəni 192 kilobayt üstə gəlinsin 512 kilobayt. Bunlar da toplayanda bizə verəcək demək 704 kilobayt. Yəni mənim ümumi həcmim, faylımın həcmi olacaq 704 kilobayt. 90-cı sualda say sistemi ilə bağlı maraqlı bir sual verilib. Sualda deyir ki, 260 vurulsun 252, üstə gəl 17, üstə gəl 8 ifadəsinin ikili say sistemində yazılışında sıfırların sayını tapın. Bunu bir neçə üsulundan da yazmaq olar. Ən rahat qayda ilə adicə bu hesablamanın qiymətini taparam. 260 vur 252, üstə gəl 17 və üstə gəl 8. Bu bizə nə verəcək? 260-ı 252-yə vursam, mənə verəcək 65520-ni. 65520-ni də üstünə, demək bunu da cəmi eləyəcək 25-i gəlsəm, eləyəcək 65545. 65545-i də yazaram. 65536 üstə gəl 9 qalır. 9 da yazaram 8 üstə gəl 1. Bunu da qüvvət kimi yazsam, yəni 2 üstü 16 üstə gəl 2 üstü 3 və üstə gəl 2 üstü 0. Mənə deyir ki, ikili yazılışında olan sıfırların sayını tapın. Demək, ikili yazılışında yazdım. İkili yazılışında olduğunu hardan bilirəm? Əmsallarım hamısı 2-dir. Bunu tapanda necə tapırsınız? Birinci tapırsınız rəqəm sayı. Yəni mənim rəqəmim neçə rəqəmlidir? Bax, rəqəm sayı. Neçə rəqəmli olduğu ən böyük qüvvətdən bilinir. Ən böyük qüvvətin üzərinə 1 gəlirəm, olur 17. Yəni, mənim alacağım cavab 17 rəqəmlidir. Sonra tapıram birlərin sayı. Birlərin sayı verilmiş cəmdə olan toplananların sayıdır. Neçədən toplanan var? 1, 2, 3. Birlərin də sayı olacaq 3 dənə. Daha sonra sıfırların da sayını tapanda isə rəqəmlərin sayından elə bil ki, rəqəm sayı çıxılsın birlərin sayı. Ən rahat pratik üsul budur. Rəqəm sayı çıxılsın birlərin sayı. Daha bir də rəqəm düzməyə ehtiyac yoxdur. Yəni 17 çıxılsın 3, o da bərabərdir 14. Yəni bizdə sıfırların sayı olacaq neçə dənə? Sıfırların sayı olacaq 14 dənə. Demək, 15 fevral 2026-cı il bazar günündə keçirilmiş OTK sınağının izahı verdik. Aydın olmayan, başa düşmədiyiniz hansı sual varsa, rəy bölməsində yazarsınız. Zəhmət olmasa videonu bəyənib rəy yazmağı unutmayın. Dəstək olsanız, növbəti videolarında inşallah izahları gələcək.